Ya da bir şey çıkmadı. Görülür ya mən qocalmışam, ya da balıq yoxa çıxıb. Elə hamı bu gündədir. Qonşu arvadı deyirdi ki, əri... Balıq üçün gerək uzaqlara gedəsən. Mənim o köhnə qayğımla hara gelib çıxa bilərsən? İki-üç günə mən də gedirəm. Bilirsən, mənə təklif elədilər ki, qalım elə buradakı xəstəxanada işləyim. Mən bilmirdim ki, sən də işləməyə bura gələcəksən. Mən neysə Bakıya alışmışam. Ancaq həkim burada da lazımdır. Necə bilirsən? Bəlkə mən razı olum, qalım elə burada işləyim. Nə deyim valla? Özün bilən yaxşıdır. Uşaq lap üzülüb. Zərər yoxdur, cavandır, qoy işləsin. Elə bir uşağa cadu eləyiblər. Bu buruq zəhrimardan başqa heç nə görmür, heç nə işitmir. Babasına çəkib. Babası yadında deyil. Rəhmətlik işə uyanda dünya aləm gözündə olmazdı. Solmazı da ki elə bir iş görmür. Min kərə sənə demişəm ki, o məsələni başından çıxart. Tutan iş deyil. Onlar uşaqlıqdan bir yerdə bacı qardaş kimi böyüyüblər. Ona bacı gözü ilə baxıb. İndi onu necə ala bilər? Bəs qız yazıq nə olsun? Hə? Axır ki, hamımız bir yerə yığıldıq. İşlərin necədir, ay dədə? Dənizdən bir şey çıxır? Dəniz daha mənim deyil, bala. Dəniz sizindir. Buruqları düzmüsünüz yan-yana, dənizdə balıq qalar. Qayığımı satıram. Niyə? Neynirəm o qayığı? Yorumu aparmayacağım ki. Dənizdən bir şey çıxmır, ey bala. İndi nöğütün devranıdır. Çöldü biyaban pes eləmədi. Deyir, indi də dənizin dibindən nöğüt çıxaracağım. Heç bilirsən, neft nədir? Qızıldır neft. Sən meynədən danışırsan. Sənin deməyindən belə çıxır ki, babalarımızın zəhməti puç olmuş.